heç bir avtobus tapa bilmədik. Bugün rayona gedirik. Rayona gedirik. Hara git? Bura. Xattıma. Nəhayət çatdıq avtovağzala. İndi isə gedirik rayon avtobuslarına. Görək saat neçədə çıxacağıq buradan. İnşallah vaxtında çatmışıq deyə düşünürəm. Günümüzə baxanda vallah o boyda yolu getmişik, heç bir avtobus tapa bilmədik. Məcburi bir şəkildə taksi ilə, daha doğrusu Şamaxinkaya gəldik. Buradan taksi ilə Xudata gedirik. Bugün də evdə hazırlamadı. Məcbur gedib aldıq dönərimizi. Arzudan çıxmışıq. Nəhayət ki, gəlik evə çatırıq, az qalıb. Bu uzun sürən mücadilədən sonra, bu avtobusların olmamağından sonra maşınla gedirik. Gedirik evə. Görək anam biz için hazırlayayım. Ha, bak ya bura. Kim var burada? Boşuna gelirik. Azından ödürük. Sağ olsun yoldaşım da yeməklər hazırdır. Onları töküb servis edir. Hə? Allah ki doğma evime gelip çattım. Anam atam ki dəhşət darıxmışdım. Biz de onlar indi işten görmeye gediblər. Biz de burada rahat oturmuşuq. Həqiqətən adamın öz doğma yurd yuvasından başqası yalandır da. Evim, doğma evim, baraqmım mənim. Həvvamız da sağ olsun. Gələn kimi oyuncaqları töküb burada gözəlcə oynayır. Heç nə, Gayet izinə deyil. oyuncaqlar alır da ona görə. Maşallah.